Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve şeden la ilahe illallah vahdehu la şerike leh ve tevella salihin. Ve şeden Muhammeden abduhu ve rasuluhu. Ve sallallahu aleyhi ve sellem ve salatu ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'il ma'allemten ve allemna ma yenfa'un ve zidni ilme. Sonra şeyh yeni bir bab açır. Babu qiraətil Qur'an ba'dəl hədəti və qeyrih. Dəstəmazsız Quran oxumaq və başqa işlər görmək. Dəstəmazsız Quran oxumaq və hər hansı bir başqa iş görmək. Bu icazəlidirmi? Və qalə Mansur, şeyx indi bəzi alimlərin və ya tabinlərin sözünü gətirir. Şeyx Mansur rahiməhullah İbrahimdən rivayət edir ki, İbrahim Nəxa'i tanınmış tabinlərdəndir. Çox böyük alimlərdəndir və tabindir. Gətirir ki, lə bəs bil qiraəti fil həmməm. Hamamda qiraət oxumaq, nəsə oxumaq belə problem yoxdur. İndi hamısını açıqlayacaqdır, gətirir. Və bikətbi risalətə alə qeyri vuduin. Və yaxud da ki, hər hansı bir risaləni dəstəmazsız oxumaq. Quran səhvələri zət var, risalələr, onları nədir oxumaq? Qalə Həmməd rahiməhullah, İbrahim Nəxaiddən gələn rivayət edir ki, İn kənə aleyhim izərun fəsəllim və illə fələ tüsəllim. Əgər bir insanın üzərində örtük görərsənsə, izar bilsənə, rida və izar. Və yaxud da izar çox məna verir. Qamis mənası verir, köynək. Sonra xamır, şal mənası verir, örtük mənası verir, çox məna verir. Əgər bir insan görsən ki, örtükdür, örtünükdür, ona salam ver. Ayaq yolunda olduğu halda. Yox, gördün ki, örtünmüyükdür, salam vermə. Məsələ ixtilaflıdır. Ən nöqtə olaraq qaydırıq nəyə? Allah Subhanahu və Teala Vaqiə surəsində deyir, Lə yəmməssəhu illəl mutahharun. Ona təmiz halda yaxınlaşırlar. Təmiz halda, tahir halda. Yəni, dəstəmazlı halda. Söhbət nədən gedir? Quran-ı Kərimdən. قال المؤلف رحمه الله باب قراءة القرآن بعد حدث وغير أنه يجوز قراءة القرآن بعد حدث وبعد غيره أو في غير هذا الحال وظاهر كلام Buxari رحمه الله أن يجوز للجنب أن يقرأ القرآن. Məsələ buradan ondan ibarətdir ki, dəstəmazsız halda Quran oxumaq ona dəlalət edir hətta kiçik və böyük hədəslərə. Qusulsuz olmaq və ya dəstəmazsız olmaq. Hər iki halda Buxari rahiməhullahın orada deyir, vurğuladığı qəsd budur. Yəni, o halda Quran oxumaq olar. Qusulsuz və ya dəstəmazsız. İndi oxumaq olar. Hansı hallarda? Necə olmalıdır? Belə icazəlidir. Yəni, üstün rəy odur ki, icazəlidir. Otur özün üçün, Quran, hifzdən təkrarla. Oxu, bu icazəlidir. Lakin, bu ixtilaf niyə belədir? Nədən belədir? Nədən qaynayır? Hansı hallarda ixtilaf baş veribdir? Məsələ ondan gedir. Lənnəl hədəfə yəşməl əsqar və əkbar. Və hədə məbniyin alə ənəl əhədithəl varidə fi zəlikə lə tədullu alə təhrim əv ənəhə qeyru sahihətin. Yəni, bu hədisdən götürülən istinbat dəlalət edir ki, məsələn, əsli haram deyil. Və ya, məsələn, əsli səhih deyil. Və ya, necə? Vəqəd ixtilafə məsəlikul uləmə zəlik. Və buna görə də alimlər bunda ixtilaf edibdir. Fəminhum mən qalə innə əhədithən nəhiyyə ən qiraətil Qur'an fi hali cənəbəti zəifə. Bir qismi gətirir ki, nəhi olunub, qadağa olunub, kiçik cənabətin yəni zəif cənabət halında Quran oxumaq və yaxud da cənabət halında qısa olaraq Quran oxumağın qadağan olunması gəlibdir. Bir qism alim belə gətirir.
Və bəzi gətirir. İnnehu leysə fiyhə təsrihu bi təhrimi qiraət alə cunubi. Və bir qisməsi xeyr, cünub halında Quran oxumaq deyir, qadağan olması səhih deyildir. Liənnə əhsənə mə fiyhə hədith Ali kənə Nəbi s.ə.v yuqri'unə Qur'an mə ləm nəkun cunubən. Deyir ki, səhih hədisə qayıtsaq, Əli radiyallahu anhundan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm biz deyir, ona Quran oxuyurduq, biz deyir, cünub halında deyildik. Burada nə çıxdı? Yəni, dəstəmazlı halda biz Peyğəmbər s.ə.və deyir, Quran oxuyurduq, ola bilər tərif mi verildi və yaxud necə? Quran oxuyurduq deyir, yuqri'unə ləm nəkun cunubən. Biz deyir, nədir? Cünub halda deyildik. Belə bizə Quran oxunurdu, biz deyir, nədir? Cünub halında deyildik. Çox deyir, yəni bu hər iki mənanı dəşir. Yəni burada ləfsdə deyir, qəsd ondan odur ki, mə ləm yəkun cunubən. Biz deyir, nədir? Cünub deyildik. Və əzə lə yədul alə ənəhu yəhrum. Allahümmə illə min vəchin bə'id bi'ən yuqal tə'limul Quran vacibun. Və həzə lə yədullu alə ənəhu yəhrum. Bu da deyir ki, ona haram olmağına dəlalət etmir. Quran oxumanın haram olmağına nədir? Dəlalət etmir. Çünki deyir, Quran öyrənmək, təlimul Quran vacib. Quran öyrənmək vacibdir. Bax, şuradan buradan faydalardan nə çıxdı? Quran oxumağın vacib olması. Quran oxumağın vacib olması. Sonra qayda gətirir. Və lə yutraqul vacibu illə li vacib. Yalnız bir vacib üçün tərk olunur. Vacib yalnız vacib üçün tərk olunur. Başqa bir qaydada da lə yəhtimmul vacib illə bihi vacib. Bir vacib tamamlanmayınca o bir vacib tamamlanmır. Demək, Quran oxumağı öyrənmək istəyirsənsə də əvvəlində nə olmalıdır? Qusullu və dəstəmazlı olmalıdır. Çünki bu vacibdir. O da vacibdir. Bu vacib tamamlanmayınca o bir tamamlanmır. Namaza geçsən vacibdir, amma ondan öncə nə var? Vacibdir. Getdin dəstəmazlanmağa dayandın. Niyə? Ondan öncə nə var? Qusul. Varsa da təbii ki, oyunda. Ancaq o vacib tamamlanır, bu bir tamamlanmır. Bu vacib tamamlanmayınca o biri nədir vacib? Tamamlanır. Bu da nədir? Qaydadır. Yadda saxlayasınız, bir vacib yalnız bir vacib olduğu halda tərk olunur. Və yaxud da ki, tamamlanır. Buradan da artıq gətirir ki, vacibdir. Və izə qilə bihəzə istiqamə dəlil alə ənəhu lə yəcuzu li-cunubi ən yəqrəl Quran. Bu istiqamət olaraq dəlil buradan götürülür ki, cünub halda olduğunda və yaxud da cünub olduğun halda Quran oxumaq olmaz. Bu deyir, alimlər arasında nədir? İxtilafdır. Və yaxud da deyir ki, mushafa məssəhmə, əl vurmaq. Deyək ki, əlcəklə oxudun və yaxud da ki, əlcəksizsə mushafdır, Qurandır, Qurana olar mı vurmaq? El-mushaf ləhu hukmu əxar. Yəni, bax ki, biz danışdığımız məsələ qiraətə gəlir, Quran oxumağa gəlir. İndi ikinci məsələyə toxunur ki, yaxşı, mushafa toxunmaq nətəri? Toxunma qaydası. Mushaf bilsin nədir? Quran-ı Kərim demək. Quran-ı Kərimə toxunmaq necə olur onda? Gətirir ki, bunun hökm tam başqadır. Çox gətirir. وقد اختلف العلماء في حكم مس المصحف بغير طهارة فمنهم من قال إنه لا يجوز أن يمس القرآن إلا وهو طاهر لحديث عمرو بن حزم مشهور ألا يمس القرآن إلا طاهر. Deyir ki, bir qism alim gətirir ki, təmiz halda Qurana, təmiz olmadığı halda Qurana tathir, yəni əl vurmaq olmaz. Necə ki, səhih hədisdə gəlibdir. Tabarani rivayət Əhkam-ı Quran. Çox alimlər gətirmək Cüfatavada və başqa yerlərdə nədir? Bu hədis rivayət olunubdur. Peyğəmbər buyurur ki, Əllə yəmməssəl Qur'anə illə tahir. Qurana yalnız təmiz halda yaxınlaşmaq olar, əl vurmaq olar. Buradan da açıq aydın nədir? Hədisdir.
Və hədis imkanı daifən min hayth sənəd. Bəzi alimlərə görə onun sənədində zəiflik var. Zəiflik var, lakin deyir, alimlər onu əməl baxımından deyir, qüvvətləndiriblər ki, yəni ki, bu üstün əməldir. Hədislərlə və həmin ayələrlə Vaqiə surəsində və başqa məsələlərlə bu güclənibdir. Və bəzi alimlərə görə, mühəddislərə görə səhihdir. Ümumi olaraq götürsək, ayə ilə də ayəni təfsir olaraq götürsək, bu hədisi artıq nədir? Təmiz olmadığı halda yaxınlaşmaq mushafa olmaz. Bir qism gətirir ki, alimlərdən bu təfsirdə ki, tahir məsələsinə hədisdə və həm də ayədə gəlir. Yalnız təmiz halda yaxınlaşır və təmiz olanlar yaxınlaşır. Hədisdə də deyir, nə tərcədir ki, mushafa yalnız təmiz halda yaxınlaşır. Və indi bu bir qism alimidir. Fikri ki, dəstəmazsız, qusursuz yaxınlaşmaq olar. Hətta mushafada, Quran-ı Kərimədə əl vurmaq olmaz. Bir qism gətirir. Onda deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurubdur, deyir, Əl-mü'minun la yencuzu hayyan və la meyyitən. Mömin istər diri halda, istər də ölü halda nəcis deyil. Hayır olur məsələn, nəcis deyil. Mundar deyil. Bir qism də bunu götürür. Deyir, ölümün meyit başqa şeye baxanda daha nədir? Şey olur da, kirli olur, belə götürsək. Yəni, yüngül dəstəmazı pozulmaqdan daha şey olur da. Yəni, ona görə deyir ki, mən də bunu götürürəm. Deyirəm ki, nədir? Mömin nəcis deyil, ona görə istədiyi vaxtı yaxınlaşa bilər Qurana, əl vura bilər. Məsələ ixtilaf başladı. Aydın oldu mu? İxtilaf burada neynədir? Başlayır. وَلَكَ تَعْبِيرِ غَيْرِ الْمُؤْمِنِ بِطَاهِرِ غَيْرِ الْمَعْرُوفِ وَلَا مَأْلُوفٍ بِشَرْعِ وَإِنَّمَا مَعْرُوفُ تَعْبِيرُ عَنِ الْمُؤْمِنِ بِوَصْفِهِ وَالتَّقِيِّ بِوَصْفِهِ. Burada deyil, məsələni bilgisində gətirib anlamaq lazımdır ki, buradakı təmizlik nədir? Təbir olaraq mənəvi təmizlikdən gedir. Bax, məsələn, deyir ki, müşriklər nəcisdir. Nəcis nədir ki? Mənəvi nəcis gedir. Öz-özlüyündə salam versə nəcisdir o. Məsələn, salam versə əlim nəcis olmur ki, yəni belə nədir? Mənəvidən gedir söhbət. Burada mömin vəsfidir onun ki, mömin heç vaxt nədir? Mundar ola bilməz. Yəni, bu məsələnin qiraət baxımında adiyyatı yoxdur. Aydın oldu mu? Yəni, bu artıq mənəvi gedir məsələ. ثم إن كلمة الطهر في القرآن الكريم حجاج في طهارة من حدثين قال الله تعالى بعد أذكر وضوء ورسل قال ما يريد الله ليجعل عليكم من حرج ولكن يريد ليطهركم. Baxsan deyib bu ayə Maidə surəsində keçir. Allah Subhanahu və Teala sizi çətinliyə salmaq istəmir, lakin sizi təmizləmək istəyir. Sizi çətinliyə salmaq istəmir, lakin sizi nə etmək istəyir? Təmizləmək istəyir. Yəni ki, buradakı yuxarıda deyil, qəsd olunan, bu ayə ona dəlildir ki, bu nədir? Mənəvi təmizlikdir. Çətin hara? Təmizlik hara? Yəni, bu Qurana qiraətə, əl vurmağa adiyyət yoxdur axı. Aydın oldu məsələn yəni. Məsələn, deyil, hədis var ki, Allah Peyğəmbər buyurur ki, Lə yəqbəlullah saləm bi qeyri tuhur. O şəxsin namazı qəbul olmaz ki, o təmiz halda, tathir halda olmayınca. Olmayınca. Buradan da deyil, nə deyir? Təthir bi qeyri vudu. Şərhi odur, yəni dəstəmazsız. Yəni təmizlik çox şey ola bilər. Zinadan təmizlik, içkidən təmizlik, donuzdan təmizlik, qumardan təmizlik. Bu nədir? Getdi mənəvi. Biraz şəxsi gəlir də, dəstəmaz, qusur. Burada deyil, qəsd olunan deyil, odur. Baxsana, amma zahirən nədir? Təmiz başqadır, hə, təmiz başqadır. Və kunna nara ənəhu lə yəcibul vudu'u liməssil mushaf. Buradan da deyil, biz görürük ki, Şeyx Hüseyin Rəhməlullah gətirir ki, mushafa dəstəmazsız yaxınlaşmaq olmaz. Bu, böyük dəlillər nəyə dalat edir? Buna dalat edir. Lakin bə'də təəmmüli təbəyyən ənəl qavra rəcih və huvə qavlu cumhur və huvə ənəhu lə yəcuzu məssu mushaf bi qeyri təhərə. Lakin deyil, artıq deyil, bu məsələdə ən böyük bəyan olan söz, racih olan söz, üstün olan söz cumhurundur. Cumhur deyəndə kim qəsd olunur?
Alimlərdir, lakin kimdir? Məzhəb alimləri. Məzhəb alimləri, bəziləri deyirlər. İmam Əhməd, İmam Şəfi, İmam Əbu Hənifə, və bu bir də İmam Hənifə, Şəfi, Malik, bir də İmam Əhməd. Bu bir cumhur deyəndə ümumi fiqhdə bunlar qəsd olunur. Amma bəzi alimlər cumhur deyəndə səhabələri qəsd edir. Aydın oldu? Cumhur uləmə dedikdə, baxın, cumhur alimlər dedikdə bu dördü əsasən qəsd olunur. Cumhur alimlər. Ümumiyyətlə gələndə ki, cumhur belə deyir, orada ki, baxmalısan, sahabələrdirmi, yoxsa alimlər? Alimlər xas vuranda, yəni bilirsən ki, o qəsd olan alimdir. Yəni, şeyx gətirir ki, Hüseyin Rahiməhullah, cumhur burada demək olar ki, nədir? İttifaqdır. İttifaqdır ki, yəni cumhur alimlər dedikdə, burada görünüş artıq, zahirən ittifaqdır ki, dəstəmazsız Qurana yaxınlaşmaq olmaz. Yaxınlaşmaq olmaz. Lakin deyir, bir insanın ehtiyacı var ki, Quran oxusun. Yəni, elə bir haldadır ki, yəni bu bir 10 gün, 15 gün təyin olacaq. Yəni, gücü çatmır bu sorunlara. Hansısa bir xəstəlik mi tutub və s. və iləh də. Lakin bu Quran oxumaq istəyir. Onda deyir, dəstəmazsız Quran oxuya bilərmi? Yədəv həl, lənnəv idə vədə həl ləm yəsduqu aleyhi ənəhu məs li vücudul həli beynə və beynə mushaf. Artıq orada deyir, onun qəsdinə baxılır. Əgər deyir, mushafla onun arasında deyir, varsa məsələ, hansısa bir oxumağa bir şey varsa da, qələmlə mi fırlayır, ya nə bilim, əlcəhlə mi, nəsə, bu olar. Bu icazəlidir. Həmçinin ləvf-u məhfuzda. Ləvf-u məhfuz nədir? Buralarda yoxdur, Afrikada zatda, yəni taxtalara yazırlar. Və yaxud da ora. Çıxdı, biri yazdı, başlasan oradan oxumağa. Və yaxud da ki, taxtanı bir küncündən tutub oxumağa. Yəni, əlin dəymir də, ayələri əlin dəymir. Təmas yoxdur, təmas yoxdur. Qıraqdan tutaraq neynisən, oxuyursan, buna icazəlidir. Telefonla. O da eyni babdır, bax. Eyni babdır, telefon da odur. Bunlar hamısı nədir? İcazəlidir. Buna icazəlidir. Və həmçinin buna da deyir, bəzi alimlər deyir, gətirir ki, xəstəlik olur, uşağa deyir, bəs necə? Uşaq deyir, ibtidai uşaqdırsa da, qışı olur, soyuq olur, dəstəmaz baxımından bəzi yerlər var ki, yəni hər kəs Saudi Ərəbistanı qəsd eləmir ki, istəyir. Elə yerə var ki, Sibir zonası, buz kimidir, çıxa bilmirsən, çıxan kimi donur. Bunun hamısında bu suallar oradan verilir. Çoxsu. Deyir, uşaqdır, Sibyandır deyir, neynəsin? Deyir, onda deyir, ona problem yoxdur. Açıq oxuya bilər. İcazəlidir. İndi o vaxtın şeylərdir. İndi bir dəqiqə telefon var. Yəni, ehtiyac yox deyir, evində oturub nədir, dəstəmazsız nədir onu oxuya bilər. O, mushaf babından, kitab babından deyil. Və sonra gətirir ki, hər bir halda deyir, məsələ deyir, ixtilaflıdır. Lakin deyir, qadın deyir, heyizli halda deyir, oxuya bilərmi, yoxsa necə? Çünki deyir, onun deyir, ola bilsin, heyzi və nifası çox çəksin, hətta 40 günə qədər çəksin. Bu hallarda deyir, ona da icazəlidirmi? Bir qism alim gətirir ki, bəli, o halda ola bilər ki, əl dəymədən, təmas etmədən nədir, oxuya bilər. Bəzi başqa hallarda nədir, oxuya bilmər. Və sonra faydalardan gətirir ki, gecə namazına, vitr namazın vacibliyi haqqında gətirir. İbn Teymiyyə Rahiməhullah gətirir ki, kim əgər gecə namazına qalxdısa da vitr vacibdir. Qalxmadısa vacib deyil. Ona görə buradan deyir, dəlil odur ki, vitr namazı bəzi alimlərə görə vacib deyil. Şeyx Əlbani və başqaları da nədir gətirir ki, vacib deyil. Və ona görə sonra şeyx gətirir ki, İdə qarannə beynə Qur'an və kutubə məhu
وجدنا أن القرآن أكثر فيكون حكمه لأكثر وأما لو تفسير الجلالين بدون القرآن وقال تفسير الجلالين أكثر من القرآن. Deyir ki, məsələn, bir kitab götürürsən əlində, bu da həqiqətən də şeydir, Quran deyil, təfsir kitabıdır. Lakin Quran ayələri də var, nə deyir, şeyxlərin təfsiri də var. Bunu deyir onda necə? Görürsən, yəni bu da şeydir. Şeyx gətirir ki, hasında deyir, Quran ayəsi təfsirdə daha çoxdursa da, onu dəstəmazda oxuysan. Aydın oldu. Məsəhu vücudu, amma deyir, təfsirdirsə də, yəni bir dənə ayə gəlir, məsələn, 5 vərəq təfsir gəlir. Məsələn, İbn Kəsirin 5 cilddir, 4 cilddir. Məsələn, bir dənə 10 səhifədir, 10 vərəqdir deyək ki, 10 səhifə Bəqara surəsi 400 səhifəlik kitaba sığdırıblar. Məsələsi 10 vərəq. Çox verir. Onu deyir, dəstəmazsız oxumaqda problem yox. Nisbətləndirməkdə, yəni orada elə oxumaqda problem yoxdur. Yaxşıdır, ayaq yolunda və onda necə şeyxin sözünə gətirirlər ki, ləbəs qiraəti fil həmməm, həmmamda deyir Quran oxumaq. Yəni şeyxin deyir, orada qəsd etməyi, xüsusən də Quran, orada deyir, mümkün deyil nədiyinə onu oxuyasan. Şeyx orada gətirdiyi, yəni məsələn, elə bir məsələlərdir ki, deyək ki, girimsən, orada dua niyyətinlə onu deyirsən. Dua niyyətinlə. Məsələn, girirsən, elə bir hal oldur ki, orada dua edirsən, Allahım qoru, Allahım necə, elə bir hal ola bilər də, yəni qəsd olunan şeylər bu ola bilər. Yoxsa deyir, məsələn, Afrikalılar buradan deyir, gətirir ki, şeyx bu dəlili götürür, Musabı götürür, içəridə başlayırlar, oturur, deyir, Quran oxumağa. Bu deyir, iki hala deyir, nədir, nəhi gəlir. Birinci, Peyğəmbər s.ə.v ayaqlarında çox oxumağı nə edibdir, oturmağı, qadağan edib. Sənin burada Quran oxumağı artıq nədir, heç bir halda müxalifdir. İkinci deyir, orada Allahın nədir, təbii ki, adı, Allah s.ə.v sözlərdir. Bu da deyir, ayaq yolunda nədir, konkret nəhi gəlməyibdir ona, qadağa. Konkret bir başı gəlməyib ki, haramdır Quran oxumaq. Haram da Allahın adını çəkmək, belə bir şey gəlməyibdir. Ona görə şeyxlər burada qalıbdır. Belə ki, yəni ki, məsələ ixtilafa gedib. Artıq nə edirlər? Qiyas edirlər başqa şeylərə ki, çox olmaq nəhi gəlibsə də, sən Quran orada oxuyarsansa nədir? Çox olacaqdır. Çünki burada Şeyx Həmmədin səhv eləmirəmsə sözü ilə əvvəl şeyin başında ki, İbrahim Naxai gətirir ki, ləbəs bil qiraət Quran fil həmməm. İbrahim Naxai elə belə adam deyil, ha. İbrahim Naxai, Həsən el-Basri bunlar eyni bablı şeydədir, dərəcədədir. İbrahim Naxai dəhşətdir. Yəni, onun bu sözü deməyi, yəni, o deməkdir ki, yəni ki, buna konkret qadağa yoxdur. Yəni, şeydir, yəni, məsələ, yəni, həqiqətən də qarışıqdır. Lakin, deyir, ümumi götürəndə, deyək ki, biri deyir, içəridə oturub qazet oxuyur. Məsələn də, qazetdə başladı, ayət kürsü gəldi, ayət kürsünü oxumağa. Burada artıq dayanmalıdır. Niyə? Birinci qayıdırıq hara? Ayaq yolunda çox oturmaq olmaz, qadağa gəlibdir. Əgər sən orada kitab oxuyursansa da, %90 nə edəcəksən? Çox oturacaqsan. Çox oturacaqsan. 2, iblisin məkanıdır. 3, ora girdikdə iblisin dişisindən də, yəni cinin dişisindən, erkəyindən də Allaha sığınırsan. Demək, onların məkanda nə etmək lazımdır? Çox oturmaq, çox durmaq olmaz. Və bu babdan da orada Quran və Allahın adı çəkilən bir şeyləri oxumaq olmaz. Yəni ki, buna da nədir? O babdan gətirirlər. Və bu deyir, Afrikanların sifətidir ən çox. Ayaq yoluna girirlər, nədir? Saatlarla nədir? Otururlar və Quran təkrar edirlər. Afrikalılarda şeyx gətirir, çox görmüşük. Yəni, deyir, ona görə deyir, bu olmaz. Məsələn, deyir, onlarda elə bir şeydir ki, bizim kimi döydə, yəni deyək, laf cidar var. Cidar var, keçirsən, gördün ki, bir nəfər ayaq yoluna girdi, salam aleykum deyirsən. Deyir ki, o halda salam aleykum deyə bilərsən ki, ona, onun deyir, hər yeri bağlıdır. Heç sarası görsənmir. Yəni, bunu nəyə qəsd edirəm? Biraz da daha gedək. Məsələn, meşəlikdir, gedirsən dağın başına, ayaq yolu bir şey yoxdur. Hara gedirsən?
Qırağa çıxırsan da. Hamı da baş verib də bu. Qırağa çıxırsan. Qırağa çıxanda gördün bir nəfər böyründən yol getdi, keçdi bir insan. Əgər izar bilirsiniz də, hamı görübdür. Yəni belə lap cilbəb olsun. Tam örtülü şəkildə oturubsa da, heç arası görsənmirsə də, ona salam verə bilərsən, icazəlidir. Yəni ki, sən heç nə görmürsən də onda. Nə bilirsən ona ayırır. Hətta bilsən belə, görsən ki, yəni üstünü örtülüdür, salam verməyə icazə verirlər. Amma görürsən ki, yox, harasındasa açıq varsa, onda vermirsən. Çünki orada Allahın salamı adı neyinir? Zikr olunur. Ona görə bu babdan biraz nədir? Ehtiyatlı olmaq. Sadəcə bunu ixtilaf olaraq gətirir. Ən üstünü nədir? O halda vermirsən. Nəyə qiyas edirsən? Peyğəmbər s.ə.v dəstəmaz aldığı halda cavab vermədi. Dəstəmaz qutarandan sonra nədir? Cavab verdi. Ona görə məsələ alimlər arasında budur, nədir? İxtilafdır. Cənnət doğrusunu Allah bilir. Bu da kifayətlənək. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ilayk.